Prezident İlham Əliyev Qazax rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Qazax-Kosalar avtomobil yolunun yenidən qurma və bərpadan sonra təqdimatı olub. 6000 nəfər əhalisi olan iki yaşayış məntəqəsini birləşdirən yolun hərəkət hissəsinin eni 6 metrdir. Prezident İlham Əliyev Qazaxda birinci şıxlı kəndli fermer təsərrüfatının təqdimatında da iştirak edib. Burada tutumu 2000 ton olan ambar, texnika üçün park, tərəvəz məhsullarının təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması üçün istehsal sahəsi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Həmçinin mütəxəssislərin hazırlanması üçün əkinçilik tədris mərkəzi fəaliyyət göstərəcək. Dövlət başçısı sonra Daşsalahlı yarımstansiyasının açılış mərasimində iştirak edib. Yarımstansiya 22 kəndi, 20 minədək abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası da istifadəyə verilib. Binada rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Sonra Ağstafa rayonuna yollanan dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev mərkəzində yaradılan şəraitlə tanış olub. Burada 320 tamaşaçı yerlik açıq konsert meydanı, nigah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Sonra mebel fabrikinin açılışı olub. 7 istehsal sahəsindən ibarət müəssisədə 200 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin nəzdində daha bir fabrikdə inşa ediləcək. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı yaşıl bazar satış kompleksi və mehmanxana da tikiləcək. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək. Dövlət başçısı yeni fabrikin təməlini qoyub. Ağstafa şəhərində musiqi mərkəzinin də açılışı olub. Yeni binada 39 sinif, qrup və məşğələ otağı var. Prezident həmçinin Ağstafa rayon mədəniyyət mərkəzində əsaslı təmir və yenidən qurmadan sonra yaradılan şəraitlə tanış olub. Burada 220 yerlik tamaşa salonu, kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Prezident İlham Əliyev taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməl qoyma mərasimində iştirak edib. Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2000 tonluq un rezervuarları, 2 mərtəbəli fast food iaşə obyekti, yem anbarı yaradılacaq. Dövlət başçısı sonra Karvan El Eko Sənaye Parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib. İstehsal sahəsini təşkil edən 11 müəssisədən 9-u və bir istixana kompleksi istifadəyə verilib. Dövlət başçısı müəssisə ilə tanışdıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident ölkədə sahibkarlar üçün yaradılan şəraitin qeyri-neft sektorunun inkişafına təsirindən, rəqabət qabiliyyətli məhsulların istehsalının artırılmasındakı rolundan danışıb. İndi əsas diqqətin sənaye və kənd təsərrüfatına yönəldiyini bildirən dövlət başçısı bu sahədə regionlarda görülən işlərin əhəmiyyətini vurğulayıb.